desəniz, stres deyərəm. Belə ki, həyatımızda fərqində olmadığımız halda belə gizli stres ola bilər. Və bunun üçün vacib deyil ki, siz çox bədbəxt bir həyat tərzi sürəsiniz. Əksinə, stresə yatqın, ya da qorxuya yatqın, ya da anksiyetəyə yatqın bir tipiniz varsa, zaten sizin bədəninizdə stres hormonları at oynadırlar, məsəl üçün. Çünki bunlar hamısı bizim fərqimizdə olmadan stres hormonlarının yüksəlməsinə səbəb olur və bu öz növbəsində immun sistemimizi zəiflədir. Və boşuna deyil ki, məhz bu stres hormonları da immun sistemi ilə bağlı olan xəstəliklərdə də istifadə olunur. İmmun sistemi sakitləşdirmək, aşağıya salmaq üçün. Nəysə, bu da öz yerində. Ancaq bunlar yetmir. Bunlardan daha artığı lazımdır. Belə ki, qidalanmanı da saydıq və qidalanmada bunu da demək istərdim ki, xüsusən də balanslı şəkildə qidalanmaya fikir vermək lazımdır. Yəni, xüsusi bir allergiyanız yoxdursa, hər şey